Bu programımızda bu müracaətdə bulunan sivil toplum örgütlərinin birisinin mənsubu və başında olan Eskişehir Azərbaycanlılar Dərnəyinin başkanı Cavid bəy Aydını çağırmışıq. Cavid bəy Aydın həm demək olar ki, bir nəvi Türkiyədə diasporatik şəkildə bizim soydaşlarımızla, özəlliklə Eskişehirdə əlaqədar olubdur. Öğrenci məsələlərindən, habelə eğitim məsələsindən, kültürel məsələlərindən və bunu əminəm ki, Türkiyədə yaşayan akademik insanlar və habelə güneylisi, kuzeylisi olsun, Cavid bəylə yaxından və uzaqdan tanışlıqları var. Biz çoxlu şəxsləri çağırmağa çalışdıq, amma təəssüflə çox insanlar qatılmadılar və gəlmədilər və Cavid bəy bizim dəvətimizi qəbul edib gəldi. Onun üçün minnətdarlığımı öncədən bildirirəm. Hörmətli Cavid bəy, çox xoş gəlmişsiniz. Xoş gününüz olsun, xoş gördük. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Mən birazcıq çox izahatlı şəkildə danışdım, məsələni bağlamaya çalışdım. Ümid edirəm sizi yormamışam. Mən direkt mevzuya, çox sağ olun, mevzuya girmək istəyirəm. Bu müracaatı mən oxudum, habelə çoxlu sitelərdə, saytlarda bu da getmişdi. Oradakı olan, quzeydəki olan durumları izlədim və habelə dırnaq arasında ki, əlbəttə Türkiyədə buna daxildir. Burada bizim güneyli və quzeyli öğrencilərimiz var, onların da problemləri vardı. Necə oldu ki, bu müracaətə qatıldınız, qol çəkdiniz və fərqli-fərqli, mən çox görürəm ki, dünyanın fərqli-fərqli yerlərində Azərbaycan qeyri-hükümət təşkilatları, dərnəkləri buna qol çəkiblər. Buna necə başladınız və amac nə idi? Buyurunuz, başqa izahatınız da olsa mən sizə eşidirəm. Buyurunuz. Deməli, öncəliklə belə bir önəmli mövzuya həm başda ön ayaq olanlar, başda bunu başladanlar və işıqlandırmaya çalışan sizlərə də çox təşəkkürümü bildirirəm. Çox sağ olun ki, ən azından bizi sadəcə imza ilə yetinmədik, canlı olaraq bizi görüşməyə çağırdınız və belə bir canlı yayımda biz sizlərlə bərabər bu məsələyə aydınlıq gətirmək məcburiyyətindəyik. Biz əslində sadəcə bu məsələyə Türkiyədən bir Eskişehir Azərbaycanlılar Dərneyi olaraq imza atmaqla qalmadıq. Eyni zamanda Türkiyədəki ön ayağıq. Yəni biz Türkiyədəki bunu başladan insanıq və Türkiyədəki digər sivil toplum quruluşlarına bu məsələni ortaq qruplarda, ortaq toplantılarda dilə gətirib imza toplayan tərəfi. Yəni biz bir nevi Türkiyədəki Eskişehir Azərbaycanlılar Dərneyi Türkiyədə ön ayaq olduq bu məsələyə. Bu məsələ necə başladı? Bizim Eskişehir Azərbaycanlılar Dərneyi olaraq Güney məsələsindəki, Güney Azərbaycan soydaşlarımız məsələsindəki duyarlılığımız, hassaslığımız istər Türkiyədə yaşayan Güney Azərbaycanlı soydaşlarımız, istər kuzeydəki yaşayan Azərbaycanlı soydaşlarımız və ya yurt dışında yaşayan bütün diasporamız bilir. Çünki biz elə bir dərnəyik ki, sadəcə Azərbaycan deyəndə 10 milyonluq nüfusu olan bir Kuzey Azərbaycanı nəzərdə tutmuruq. Yəni bizim bununla ilgili daha öncə də bir çox dərcimizdə çıxartmış olduğumuz 3 çizgi dərcimizdə də Güney Azərbaycan məsələsi, Vahid Azərbaycan məsələsi və Vahid Azərbaycan deyəndə içinə sadəcə Qarabağlı Azərbaycan deyil, İrəvan xanlıqlı, Güney Azərbaycanlı, Təbrizli, Dərbəndli, Borçalılı Azərbaycanla nəzərdə tuturuq və biz fəaliyyət alanımız bizim sadəcə Kuzey Azərbaycanla ilgili deyil. Biz genəldə hər il ən az 2 dənə olmaq üzrə və cüz və bahar dönəmi dediyimiz, yəni payız və ilk baharda kəsinliklə Güney Azərbaycan məsələsi ilə, gündəmdə olan Güney Azərbaycan məsələsi ilə ilgili bir tədbir eləyirik Eskişehirdə. Yəni bu konferans şəklində olur, konser şəklində olur, panel şəklində olur və ya başqa bir şəkildə olur. Yəni biz hər il mütləqə 2 dəfə Güney Azərbaycan məsələsinə vurğu yapacaq tədbir keçirdirik. Hətta çox yaxında, yəni bizim çıxarmış olduğumuz 3 çizgi dərgisinin 13-cü sayısı Təbriz sayısı olaraq çıxdı. Bizim dərgilərimizin hər sayısı, 3 ayda bir çıxan hər sayısı bir mövzu başlığı ilə çıxır. Mart və sayısı, yəni ilk 2020'nin mart sayısı Nisan ayında çıxacaq sayı, düzdür, pandemi səbəbi ilə avqust ayında çıxdı, 14-cü sayı ilə bərabər çıxdı. Təbriz sayısı olaraq çıxdı və Təbrizdə biz Güney Azərbaycan vurğusu, Şah İsmail'in mirası olaraq bizim Güney Azərbaycan vurğusu yapdıq və bu bizim üçün bir, necə deyərlər, diasporadakı fəaliyyət alanımızın bir qoludur Güney Azərbaycan və bu səbəbi bilən, çox dəyərli, daha öncədən də bir araya gəldiyimiz, hətta ortaq tədbirlər yaptığımız, Eskişehirdə bizləri bilən, şu anda hal-hazırda Amerikada yaşayan Ramin dostumuz bizə ulaşdı. Bəy, belə bir konudakı hassasiyyətinizi bilirik. Güney Azərbaycan məsələsinə eğiliminizi bilirik. Belə bir durum var. Yəni məlumunuz Güney Azərbaycanlı tələbələrin ən çox Azərbaycan kültürü, mədəniyyəti və özəlliklə incəsənət alanında ən çox
universitetə oxumağa getdikləri ölkə təbii ki, Quzey Azərbaycandır. Yəni bizim hal-hazırda Azərbaycan Cümhuriyyəti olaraq dilə gətirdiyimiz ölkədir. Bu səbəblə belə bir maddi sıxıntılardan dolayı eğitimə ara verənlər var. Bu məsələyə nə edə bilərik? İmza atarsınızmı? Dedim, imza atarsınız deyə bir sual başdan səhvdir. Yəni buna siz imza atmalısınız deməlisiniz. Yəni çünki biz buna sevə-sevə imza atarıq. Çünki bu bizim onsuz da fəaliyyət alanımız. Yəni Güney Azərbaycan məsələsi dediyi zaman bizim üçün hər şey bitmişdir. Yəni biz orada artıq nə gərəkirsə onu yaparıq və biz təbii ki dedik, Eskişehir Azərbaycan Dərnəyi olaraq buna imza atırıq. Bu çağrıya, bu məktuba kəsinliklə qatılır. Çünki Azərbaycan tərəfinin də bu məsələdəki həssasiyyətinə bələdiyik. Mən belə bir örnək də verəcəm. Biz Azərbaycanda, Dünya Azərbaycandan qurultayına qatıldığımız zaman Azərbaycan prezidenti cənab İlham Əliyevin, çox sayğıdəyər prezidentimizin bir cümləsi mənim çox xoşuma gəlmişdi və hər zaman prezidentimizin o ifadəsini hər anlamda, Dünya Azərbaycana doğru yaptığı vurğuyu hər anlamda ifadə edirəm. Yəni bir siyasi manevra ilə çox gözəl bir vurğusu var idi ki, biz 50 milyonluq bir xalqıq. Yəni bir ölkənin prezidenti 50 milyonluq bir xalqdan bəhs edirsə, burada Dünya Azərbaycan vurğusu yapır deməkdir. Yəni burada Dünya Azərbaycan çizgisinin kəsinliklə varlığından bəhs edir deməkdir. Və mən belə qərara gəldim ki, biz Eskişehir Azərbaycan Dərnəyi olaraq bu məsələnin cənab prezidentə çatdırılmasında baş rol oynamalıyıq və buna kəsinliklə imza verməliyik. Çünki bu önəmli bir mövzudur. İkinci bir mövzu buna görə düşündüm. Çünki niyə? Məsələn, bizlər də Türkiyədə tələb olmuşuq və bilirik ki, Türkiyənin eğitim politikasında Türk soylu diye bir durum var. Yani biz illerce bu eğitim politikasında Türkiye'nin Türk soylu, yani Türk Cumhuriyetlerinden veya Türk memleketlerinden gelen insanların Türk soylu belgesi aldığı veya Türk soylu olduğunu ispat eden elindeki bir belge olduktan sonra, bilindikten sonra eğitim ücretlerindeki düşmesidir, miktarın düşmesidir. Yani bir Türkiye vətəndaşıyla eyni düzeyde, eyni ucuzlukta bir eğitim ücreti ödenmesi demektir. Bu əslində Türkiyənin Türk dünyasına ilgili politikadır və biz belə düşündük ki, nədən Azərbaycan Cumhuriyyəti 50 milyonluq xalqı olan Güney Azərbaycan da buna daxildirsə, bunun üçün bu eğitim politikasını yürütməsin. Və biz əslində bu eğitim politikasının yenidən gözdən keçirilməsi üçün bir stimul olacağını düşündük və bu şəkildə də kəsinliklə imza vermə qərarına gəldik. Daha sonra Ramin bəy imzadan sonra da peki Cavid bəy, biz Türkiyədəki hansı dərnəkləri bu işə necə cəlb edə bilərik dediyi zaman dedim o iş məndə. Mən bütün dərnəklərə bu mətni və gereken bilgiyi ulaştırıb imza verib vermədiyi haqq konusunda bilgi alaram və bir tüm dərnəklərə, qruplara və ya özəldən hər kəsə bunu dilə gətirdik. Çox sağ olsun, mənə geri dönüş sağlayan bütün dərnək başkanlarımızın necə görüş sağladılarsa, yəni olumlu şəkildə biz də imza veririk deyəndən hamısını Ramin bəyə bildirdik. Və Türkiyədəki bir çox faal olan, aktiv olan diaspora təşkilatlarımızın, hətta bir çox soydaşımızın, çox dəyərli dərnək başkanlarımızın Cavid başkan siz varsanız biz də varıq deməsi bizi ayrıyətən qürurlandırdı. Çünki əgər Eskişehir Azərbaycanlılar Dərnəyi bu məsələdə imza atırsa, bu məsələnin doğru bir məsələ olduğunun qənaət gətirmələri bizim üçün sevindirici bir haldır. Və biz bu şəkildə imzaları, isimləri topladıq və Ramin bəyə bildirdik. Bu da doğal olaraq medianın gündəmində, istər Azərbaycana göndərilən məktub olsun, istər mediada gündəm olsun, çox önəmli bir yerə oturdu və ümid edirəm ki, bu bizim cənab prezidentin də diqqət mərkəzində olacaq və tezliklə bu məsələ çözüləcək. Çünki bu məsələ çözülməsi çox zəruridir. Çünki əgər biz Vahid Azərbaycan və Güney Azərbaycan məsələsinə vurğu yapırıqsa və bundan söz ediriksə, bu məsələnin çözülməsi lazımdır. Ən azından Azərbaycan bu məktub sayəsində və ya mediada işıqlandırılan bu məktub sayəsində eğitim politikasını tekrardan gözdən keçirmiş olacaq. Yəni Azərbaycan Eğitim Bakanlığı mən ümid edirəm ki, bu anlamda bir eğitim politikasında nələrə öncülük verilməlidir? Məsələn, Türkiyə modelini öncülük ala bilərlər. Məsələn, Türkiyədəki Türk dünyasına gələn tələbələrə uygulanan eğitim politikası Azərbaycanda, Güney Azərbaycandan gələn tələbələrə uygulana bilər. Çox da gözəl bir şey olar. Bunu düşünürəm və ümid edirəm ki, müsbət mənada bu qarşılığını tapacaq Azərbaycanlar. Çünki biz həqiqətən Azərbaycan hal-hazırdakı idari şəklində yapılan islahatlarda və görülən işlərdə Güney Azərbaycan məsələsində pozitiv şəkildə bir dəyişiklik olacağını düşünürəm, ümid edirəm. İnşallah bizim də bu imzamız boşa getməmiş olar. Biz də doğru bir şeyin altına imza atmış olaraq. Çox təşəkkür edirəm Cavid bəy. Mən sadəcə bunu da sormaq istəyirəm ki, bir nəticə alındı mı? Yəni indilik, yoxsa tezmi? Nəticə üçün hələ tezdir. Çünki necə deyim, yəni bu bir mediada ulaşıldı və bu bəlli yerlərə, rəsmi qurumlara da bildiyim qədərlə, Ramin bəyin bizə söylədiyi qədərlə hər halda maillə də göndərilmiş, basında da yer aldı. Ancaq
bəzi kurumlar tərəfindən, Azərbaycanın bəzi dövlət kurumlar tərəfindən bu məsələnin gündəmə gəldiyi və bu məsələ ilə ilgili bir neçə il aranıb bu məsələ nədir, hardan çıxdı, kimlər tərəfindən bu tələb edilir, nədir, nə məsələdir deyə ən azından bir necə deyim, deyir, bir od olmayan yerdən tüstü çıxmaz. Şu anda bir yerdən tüstü çıxır. Bu tüstü də ümid edirəm ki, bizi oda doğru götürəcək və bu od daha gür bir şəkildə yanacaq və Azərbaycandakı bu Güney Azərbaycanlı öğrencilərə yönəlik bu məsələ çözümünü tapacaqdır ən qısa zamanda. Türkiye'de necə düşünürsünüz? Yani eyni şərait Türkiye'de de var. Yani buradaki olan Güneyli tələbələr elə bu dövizin, kurun yüksəlməsi səbəbiyle ha belə buradaki oturumlar da birazcık vəziyyəti çətinləşibdir. Burada bir təşəbbüsə ya bir məktuba ya demək olar ki Türkiye'dəki olan durumu necə analiz edirsiniz? Onu da sizdən eşidim. Mən amma Türkiye'də belə bir şey bilirəm. Türkiye'də İrandan gələn bir tələbələrin Türk olduğunu ispat eden bir belge, derneklerden alınan bir belge olduğu zaman bildiğim kadarıyla eğitim ücretlerinde bir düşüş olur. Ama Türkiye'nin son dönemlerdeki eğitim politikalarında ve özellikle Türkiye Kalkınma Bakanlığı'nın vermiş olduğu eğitim, yabancı eğitim planlamalarında özellikle yurt dışından gelen öğrenciler biraz döviz getiren bir şekil halini alıbdı. Yani bu sadece Güney Azerbaycan'la ilgili değil, mesela Kuzey Azerbaycan'la ilgili. Bilirsiniz, evveller xaricdən gələn tələbələrin sadəcə belə bir forma var idi. Yəni Türk və Türk soylu olanlar Türkiyə vətəndaşlarla eyni qiymət ödürdü. Xarici vətəndaşlar 3 qat qiymət ödürdü. Məsələn, bunu rəqəmsel olaraq deyim. Məsələn, bir Türkiyə vətəndaşı oxuduğu bir bölümə illik 500 TL pul ödüyürdüsə, Azərbaycan vətəndaşı da 500 TL ödürdü. İrandan gələn bir Güney Azərbaycan Türkü də 500 TL ödürdü. Amma Almanyadan gələn bir Alman vətəndaş 1500 TL ödürdü. Ama bu daha sonradan ÖSYM ve YÖK'ün almış olduğu bir merkezi kararla üniversite harçları tamamıyla üniversitelerin kendi senatolarına bırakıldı. Yani senato yetkisine bırakıldı. Şimdi bu senato yetkisine bırakıldığı zaman da bazı üniversiteler bu miktarları 10 katına, 20 katına çıxardabildiler. Çünkü maksimum bildiğim kadarıyla 20 katına kadar çıxardabilirler. Örneğin verirəm, bir üniversitetin tıp fakültesinin illik ödenişi 1000 TL'dirsə, onu 20 bine çıxardabilir maksimum şekilde. Ve bunu yapanlar oldu. Bazı üniversiteler halen Türk soyluluk belgesini, yani bu Türkmenistanlı için de geçerli, Azerbaycan için de, İran'daki Güney Azerbaycan Türk'ündeki Türk soylu belgesini halen geçerli kılır. Ama bazı üniversiteler genel bunu bir prensip edinir. Deyir, mənim üçün maraqlı değil artık Türk soylu veya yabancı. Yabancı dediğimi Türkiye dışından olan her bir kəs mənim üçün bu pulu ödeyecek deyir. Yani bunun en başta sebebi Türkiye'deki eğitim kurumunun, yani YÖK'ün bunu tamamen üniversitelerin senatolarına bırakmasıdır. Yani kararı siz verin. Nitekim ki tələbəyə qəbul ederken sınav şəkli veya alınma şəklinin kararını üniversiteler artık verirse, merkezi sınav yapılmır bilirsiniz artık Türkiye'de. Her üniversite kendi tələbə qəbul sistemini açıqlayır. Bəziləri sınav yapır, bəziləri deyir sat puanı ilə alıram, bəziləri işte gəlsin mənə bir salam əleykum desin alım üniversitetimə. Yani her cür alan var. Ona göre de üniversitelerin bu öğrenim harçları da üniversiteye göre değişiklik gösterir, değişkenlik gösterir. Ama Türk soylu belgesinin geçerli olduğu üniversitelerde neden bunu deyirəm onu da söyleyeyim. Çünkü biz Eskişehir Azerbaycanlılar Derneği olarak daha önce Eskişehir'de yaşayan ama Ankara'da eğitim gören, yüksek lisans eğitimi gören bir Güney Azerbaycanlı soydaşımıza Türk soylu olduğuna dair bir belge verdik. Yani üniversite Türk soylu olduğunu gösteren bir belge isteyip arkadaş da İran səfirliği bu belgeni vermez. Çünkü İran'da Türk'ün yaşadığını inkar edir diye bir yaklaşımla yaklaşıp. O da deyip ki illa səfirlikten değil. Bağlı bulunduğunuz bir sivil toplum kuruluşu, bir dernek veya bir her hansı bir Azerbaycan'dan bir makamdan veya ne bileyim bir Türk olduğunu ispat eden bir resmi belge getirirseniz biz kabul ederiz. Bunlar da bize başvurdular. Eskişehir Azerbaycanlılar Derneği olarak böyle bir belge, resmi yazı verebilirsiniz mi? Tabii ki dedi verebiliriz. Sonuçta yani Azerbaycan Türkçüsüz, Azerbaycan Türkçesinde danışırsınız. Biz de biraz Eskişehir Azerbaycanlılar Derneği olarak sizin İran'da yaşayan Azerbaycan Türkçü olduğunu, Güney Azerbaycan Türkçü olduğunuzu ispat eden bir belge veririz. O şekilde belgeni təqdim elədi və illik ödənəcəyi pul 3 kat aşağı indi. Ankara'daki bir üniversitede yüksek lisans öğrencisiydi. Yani bu şekilde bilirəm. Bir başka konunu da söyleyeyim. İstanbul'da çok yakın bir zamanda, səhv eləmirəmsə 2 ay önce falan bir Azerbaycanlı bir soydaşımız aradı bizi. Cavit Bey, bir İranlı, Güney Azerbaycanlı bir öğrencimizin belə bir durumu var.
Türk soylu olduğuna dair bir dernekten bir belge alırsa üniversitede eğitim ücreti düşecek dedi. Necə eləyə bilərik? Dedim biz veririz ama arkadaşın oturum izni yani kaldığı yer İstanbul olduğu için İstanbul'daki bir Azerbaycan derneğinden alması daha doğru olur dedi ve İstanbul'daki bir derneğimize yönlendirdik. Bildiğim kadarıyla halloldu diye bilirim yani ama net bir şey söylemeyeyim çünkü sonrasını takibatını yapamadık ama biz özümüz Eskişehir'deki o Azerbaycanlı tələbənin bu şekilde meselesinin çözüldüğünün çok eminik. Ama şu andaki dönemde sistem üzerinde örnek vereyim Eskişehir'de şu anda 3 üniversite var. Osman Gazi Üniversitesi illik ücretleri yabancı Türk soylu falan düşünmeden hamısını artırır. Ama mesela Anadolu Üniversitesi kesinlikle Türk vatandaşlarından aynı kıymet ödüyorsunuz. Çok daha ucuzdu. Yani bu tamamen üniversitelerin kendi senato kararlarıyla aldığı bir şeydi. İnşallah dediğim gibi yani birçok üniversiteler bu girişimler olursa yani toplu bir girişim aslında buradaki Azerbaycan Federasyonu ve Azerbaycan dernekleri veya buna aslında Türk Cumhuriyetlerinin bağlı bulunduğu buradaki faaliyet gösteren konsoloslukları öncülük ederse üniversitelerin her birine resmi yazı gönderilip bu ücretleri Türk soylu olan insanlarda düşürülmesini talep ederseler çok daha başarılı olacağını ümid edirik, düşünürük. Doğru bir meseleye işaret elədiniz. Mənim başka bir sorum da olacaq sizdən. Əlbəttə ki, sadəcə bu məsələdə devletlər və onların eğitim sistemləri çemberin içerisinde değil, sivil toplum örgütleri de bu meseleden demek olar ki əlbəyaxarlı, ama önemli mesele burada burs meselesidir. Biz eskiden görürdük ki burs meselelerinde birazcık ayrı seçiciler de olurdu ve tabii ki bazıları burs alırdılar ve burs çok önemlidir. Hatta bazen bu İbn Khaldun bursu var idi ya hatta YTB var idi. Farklı şəxslərə verilirdi ve burada bizim güneyli soydaşlarımız da çok inciyirlər. Bu meseleyle alakalı ha belə Türkiye'de burs meselesiyle ve yaxud Kuzey Azərbaycanımızda burs meselesiyle bildiğimiz kadar da sivil toplum örgütleri de burs verirler. Yani kurumlardan ziyade onlar da burs verirler. Bir teşebbüs olabilir mi yoksa var mı belə bir mesele? Onu da açıklarsınız öz faaliyetleriniz ya diğer derneklerin faaliyetleriniz onu da eşitmeye çok maraklıyım. Şimdi böyle bir şey diyeyim yani bu sivil toplum kuruluşlarının genelde verdikleri burs kriteriyaları kendi içindeki almış olduğu kararlara esasendir. Niye deyirəm? Çünkü mesela biz Eskişehir Azerbaycanlılar Derneği olarak burs verirdik. 3 yıldan beri burs verirdik. Geçen yıl 15 öğrenciye burs verirdik Eskişehir Azerbaycanlılar Derneği. Tabii ki bunu biz Eskişehir Azerbaycanlılar Derneği olarak öz bütçemiz ve öz cibimizde böyle bir bütçe yoktu ki çıkardık ki mesela burs veriyor. Ama biz bunu Eskişehir'den mezun olup gitmiş Azerbaycanlı iş adamı soydaşlarımızdan maddi destek alırdık burs adıyla ve onları burs olarak bizim buradaki Azerbaycanlı öğrencilere verirdik. Biz bu anlamda özellikle bunu buradan mezun olup giden Azerbaycanlı iş adamlarından aldığımız için buradaki kriteriyamız bizim özellikle birinci Azerbaycanlı olması kriteriyamız var idi. Yani Azerbaycan Derneği'nde aktif olan Azerbaycanlı vatandaşı. Çünkü niye? Yani bir nevi mezun olup gedenlerin devamda gelen öğrencilere bir destek gibi görürdük bunu. Mesela birçok sivil toplum kuruluşlarından Eskişehir Türk Ocağı olsun, işte Eskişehir Ülke Ocağı olsun veya bir başka kurumların falan burs verdiğini bilirik. Yani bu şekilde sivil toplum kuruluşu olarak burs verdiklerini bilirik. Her birinin kendine az bir şey var ama mesela bazı sivil toplum kuruluşlarında böyle bir özellikle Türkiye vatandaşı olma bir ibaresi yoktu. Yani yabancı vatandaşa da verebilir. Ama bazı sivil toplum kuruluşlarının veya bazı devlet kuruluşlarının verdiği burslarda Türkiye Cumhuriyeti vatandaşı olma şartı aranır. Şimdi YTB'nin konumu tamamen farklı. Aslında YTB yurt dışındaki Türkler Bakanlığı olmasına rağmen yurt dışındaki Türkler Bakanlığı'ndan gelen insanlara burs veriyor ama biraz da o YTB yurt dışı Türkler kurumundan daha çok akraba topluluklara daha çok eğilim gösterir. Yani Türklerden daha çok ben elə düşünürəm ki, yani en azından Eskişehir'deki gözlemlerimden bahsedeyim. Eskişehir'de mesela genel gözlemlere baktığım zaman YTB örneği vereyim. 20 tane Eskişehir'de burslusu varsa bunun 6-7'si Türk soyludur. Geri kalan 12-13 soylusu 12-13 kişisi akraba topluluk dediğimiz yani genelde Afrikalı işte Orta Doğu'dan işte başka ülkelerden hatta bir ara yani bu bilginin doğruluğunu ne anlamda teyit edilip edilmediğini bilmirəm. Yanlış hatırlamıyorsam 3 ya da 4 sene önce hatta bunu daha sonradan birkaç kere de araştırmaya çalıştık. Ermənistan vatandaşına da burs çıktığı yönünde bir
şey gəldi, fikir gəldi, bilgi gəldi, amma yenə də deyirəm, buradan özellikle bunu doğru olup olmadığını teyit edemedik. Yani ama işte Ankara'da okuyan bir burslu öğrencimizin aynı sınıfta YTB bursu alan bir Ermeni öğrenci olduğu şeyiyle yola çıkıldı bu mesele. Yani bu şekilde dediğim gibi yani YTB aslında ağırlığı bence Türk soylu veya Türk dünyasından gelen, mesela İran'dan mesela diyelim ki öğrenci getirecekse veya burs verecekse en azından 5 öğrenciden 4 tanesi Azerbaycan Türkçü olmalı veya 3 tanesi Azerbaycan Türkçü, bir tanesi Kaşkay, bir tanesi Fars olsa daha yerinde olar diye düşünüyorum. Ama bu oranda biraz YTB zannimce yani farklı bir oranlama yapır. O da tamamen herhalde Türkiye'nin eğitim politikası biraz da ölçelerdeki etkinliğini artırabilmek adına farklı ölçüler. Mesela belki de ben belə də düşünürəm bəzən. Deyirəm herhalde Azerbaycan kardeş ölkədir. Azerbaycanla bir millət iki devlədik. Orada çok Türkiye'nin etkin olmasına gerek yok. Çünkü zaten Azerbaycan Türkiye Azerbaycan demektir. Herhalde daha etkin olmak istedikleri, daha böyle resmi olarak kendi Türk gibi düşünüp Türk gibi konuşabilen insanları yetiştirebilecek ve etkinliğini artırabilecek ülkeler için böyle bir programlar yapılır. Herhalde devlet politikası biz tam içeriğini bilmediğimiz için çok da yorum yapmak da aslında doğru değil. Ama dediğim gibi yani sivil toplum kuruluşlarının, devlet kurumlarının burs programları var. Bazılarında yabancı şartı kesinlikle verilmir yabancılara ama birçokunda kesinlikle Türk vatandaşı şartı aranmır. Onu da bilirim yani. Kuzey Azerbaycan'da necədir bu vəziyyət? Kuzey Azerbaycan'la alakalı burs meselesiyle bir bilginiz var mı? Kuzey Azerbaycan'da benim bildiğim kadarıyla teqaüd kavramı, teqaüd anlayışı çok kıttı. Yani oradaki sadece benim bildiğim əlaçılıq təqaüdü var. Yani başarılı öğrenci təqaüdü var. O da Azerbaycan vatandaşı olmayanlara şamil edilir mi? Yani onlara verilir mi, verilmir mi? O konuyu bilmirəm. Ama bildiğim kadarıyla yani başarılı öğrencilere, belli bir not ortalaması olan öğrencilere Azerbaycan devletinde bir zərbəçi öğrenci diye geçir. Zərbəçi bursu yani başarılı bursu, əlaçı bursu verilir ve ayneten bunun dışında da bu TGDK yani Talebe Kabul Komisyası'nın keçirmiş olduğu sınavda, merkez sınavda belli puanın üzerinde yüksek puan alanlara Cumhurbaşkanlığı bursu diye bir burs, eğitim bursu var diye bilirim. Yani böyle bir burs olduğundan eminim. Bunun dışında ama ne sivil toplum kuruluşlarının ne diğer devlet kurumlarının burs yani teqaüd kavramının çok geliştiğini bilmiyorum. Yani yoktu diyebilirim açığın desem. Bir de başka bir soru yani bu müracaatdə siz bulundunuz diğer derneklerden. Bir bilginiz var mı? Yani ne kadar Güneyli öğrenci oradan dönüp ya ne kadar Güneyli orada var mı? Bunun bir istatistikası var mı? Yani dönenler, kalanlar. Yani biz Azerbaycan'dan dönenlerle ilgili bir istatistiğimiz yoktu ama biz bunu bu şekilde kabul elədik. Neden? Çünkü ister dönsün ister eğitimine devam eləsin. Her harikelerde yani her şekilde bu bir külfettir, bu bir güçtü. Doğru. Yani şu anda orada zorluklar içinde eğitimine devam etmek isteyenler için de bir güçtü. Güç kabul edip geri dönenler için de bir güçtü. Ona göre bunun o şekilde oranlamak doğru olmaz. Bence bu %100 oranda herkese güçtü. Bir de ondan ziyade belki bunun da yeri eksikti. Yani burada okuyan üniversite hocası olan Güneyliler, doçent olan, doktor olan ya iş adamı olan siz belirtdiniz ki Eskişehir'den mezun olanlar gelip orada burs verirler. Bunun eksikliğini de biz görürük. Yani bir Güneyli olarak böyle bir kuruluş da yoktu ki bu okuyan, profesör olan, doçent olan, ne bileyim bir üniversitede öğretim üyesi olanlar bunlar da hatta birleşip buradaki öğrencilere bir destek amaçlı bir faaliyetlerin eksikliğini de tabii ki siz görürsünüz. Tabii ki. Şimdi aslında bu zamanla gelişen bir kavramdı. Şimdi Azerbaycan'ın belki de 10 yıl öncesine döndüğümüz zaman 2010'lara falan geldiğimiz zaman Azerbaycan'a buradan bitirip gelip de kimese teqaüd veren veya teqaüd düşüncesi olan birilerini bulmak çok çetin olardı. Ama zamanla o çark döndüğü zaman ve buradan çok eski zamanda bitirip gelip artık kendini tabiri caizse tutmuş veya bir belli bir konuma gelmiş, iş adamı pozisyonda olmuş insanlar getgide sayıları artır. Tabii ki ben yine de deyirəm, biz Eskişehir için belli bir iş adamlarının ama bu iş adamlarının içinde elələri var idi ki hiç Eskişehir mezunu değildi. Sadece Eskişehir mezunu bir dostumuzun dostuydu. Yani bu şekilde böyle bir eylem içinde
kendi çevresindeki insanın belə bir eylemde olduğunu görünce o da o eyleme katıldı. Ama gönül isterdi ki bu her şehirde mezun olup gelen insanların özünden sonra gelenleri bir gelenek haline dönüştürüp belli bir şekilde destek versinler. Ya biz Eskişehir'de bu geleneği bir bağlaca başlatmış olduk ama tam tamına devam edir mi? Yani genelde bunu her kesime yayabildik mi? Tabii ki yayamadık ama belli başlı 3-5 nəfərlə bunu başladabildik. Gönül isterdi ki buradan mezun olup gelen yaklaşık 100'ün üzerinde Azerbaycan vatandaşımız var. Bu 100'ün üzerinde olan Azerbaycan vatandaşının bir 50'si bu çağrıya katılsın. Gönül bunu ister. Ama bu tamamen insani bir şeydi. Tamamen insanların kişisel tercihi. Herkesin kendi kişisel problemleriyle boğuştuğu bu dünyada kime ne kadar keçirebilirsen o çok önemlidir. Nitekim Türkiye'den de mezun olup gelen Güney Azerbaycanlı soydaşlarımızla ilgili onu diyeyim. Belki de bu çağrı onlara yönelmeyibdi. Belki de bu zamana kadar böyle bir şeyle karşılaşmıyorlar. Belki de karşılaşsalar onlardan da pozitif cevap gelecek. Yani esas bu hareketin yani diğer insan ışığı gördüğü tarafa gider. Belki de bu ışığı görmüyorlar onlar. Yani biz Eskişehir Azerbaycanlılar Derneği olarak açık diyeyim. Yani bunu artık özünü beğenmişliği olarak mı kabul ediyorsunuz? Nece kabul ediyorsunuz? Biz Eskişehir Azerbaycan Derneği demek ki bu ışığı verebilmişik. Ve biz mezunlarımızdan da bu ışığa karşılık alabildik. İnşallah ümid edelim diğer şehirdeki derneklerimiz de Azerbaycan derneklerimiz olsun, Güney Azerbaycan faillerimiz olsun. Yani bunlar da bu şekilde belli başlı destekler bularlar. Çünkü çok önemlidir. Yani bir öğrenci hayatında inanın ki verilen her bir desteğin çok büyük geri dönüşü olur. Çok büyük önemi olur. Təbii ki, yani gələcəyimizə bir yatırımdır. Çox təşəkkür edirəm Cavid bəy. Gözəl nöqtələrə işarət elədiniz. Ümid edirəm ki, bu işıq digərlərin önünə də çıxar və bu işığı təqib edərlər. Bəlkə o şeiri ağlıma gətir. Dünyada qaranlıqlar əgər birləşə bilsə, bir zərrəcə şəmin işığın söndürə bilməz. Bu şəmin işığının davamlı olmasını istəyirik. Çünki öğrencilərimiz bizim gələcəyimizdir və bizim gələcəkdəki Güney Azərbaycan üçün hər sahədə beləcə öğrencilər və özəlliklə Türkiyədə və Kuzey Azərbaycanda eğitim görən, yəni o mənəviyyatla eğitilən öğrencilər lazım və sizlər kimi dəyərli üstadlarımız bu ışığı hələ ki hələdir ayaqda tutusuz bu şəmin işığın yandırırsınız və onun üçün bizdən bir təşəkkür olaraq bu proqramda qəbul ediniz. Əlimizdən gələn budur. Çox sağ olun. Həm Güney Azərbaycanlı öğrencilər tərəfindən, akademisyenlər tərəfindən sizlərdən təşəkkür edirəm. Özəlliklə Ramin Cəbbarlı dostumuzdan da təşəkkür edirəm ki, bu təşəbbüsü sizdən bərabər yürütdü. Çox sağ olasınız. Mən sizin vaxtınızı almıram. Ümid edirəm ki, gələcəkdə gəlişmələr daha çox olur və o gəlişmələrlə əlaqəli sizlə irtibata geçərik və yenə onları xalqımıza axtararıq. İnşallah. Müsbət gəlişmələrdə görüşmə ümidi ilə inşallah. Çox təşəkkür edirəm. Çox sağ olun. Dəyərli izləyicilər, bizdən bərabər də Eskişehir Azərbaycanlılar Dərneği Başkanı Cavid Aydın. Özünüzə yaxşı baxın, qalın sağlıcaqla.